Yanımda gördüğünüz bu avtomobil Porsche'nin en ucuz tam elektrikli modeli olan yeni Macan'da. Ucuz deməyimə baxmayın, bu model Porsche'nin premium elektrik platformasında qurulmuş ilk SUV-dir. 100 kW batareya ilə 651 km-yə yaxın məsafə qət edə bilir. Ön hissədə markanın elektrikli ailəsindən olan Taycan'ı xatırladan gündüz işıqları, aşağı hissədə isə matrisalı LED faralar yerləşir. Arkada isə mono LED işıq zolağı və hərəkətli spoiler diqqəti çəkir. Askı sistemi ön hissədə McPherson, arxa hissədə Multilink olsa da, turbo versiyalarda arxa oxda sükan idarə etməsi də mövcuddur. Bagaj həcminə gəlincə, öndə 84 litr, arkada isə 540 litrlik tutum mövcuddur. İnteryerdə isə bir neçə rəng seçimli nappa dərili oturacaqlar, Bose səs sistemi, həmçinin sürücü və sərnişinlər üçün displeylər sizi qarşılayır. Macan EV 360 at gücü və 563 Nm tork sayəsində 0-dan 100-ə 5.7 saniyəyə çatır. 85.000 avrodan başlayan bu elektrikli Macan ilə Porsche Bakı mərkəzində tanış ola bilərsiniz.